keçək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam ettirilir. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 90 ailə, 346 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini ediblər və onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlığını bildiriblər və bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər və bu köç prosesini bizim çəkiliş komandamızda izləyib. Sujetimiz var, baxaq. Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 90 ailə, ümumilikdə 346 nəfər Ağdam şəhərinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Ağdamda daimi məskunlaşmaq imkanı əldə ediblər. Şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı. Mənim öz oğlum da qazidir. Ağdamdan tutmuş, Zəngilana qədər döyüşə gedib, Füzulidə yaralanmışdı. Şükür bugünkü günümüzə. Şadıq ki, torpağımıza gedirik, o cür oğulların hesabına, dövlətimizin hesabına. Çıxanda 3 nəfər çıxmışdıq, indi qaydanda da yenə 3 nəfər qaydırıq. Allah dövlətimizi saxlasın, şəhidlərimizə rəhmət eləsin, qazilərimiz can sağlığı, uzun ömür. Sevgimiz həddidir. Gələndə 4 nəfər gəlmişdi, indi 10 nəfərlə gedirik. Heç nə, gözəl evlərimizi tikiblər, Allah köməklərində olsun. Gedirik elimizə, obamıza, yurdumuza, heç nə. İnşallah, yaxşı olar, hər şey gözəldir. Çox gözəl bir gündür bu günləri. Bir neçə bayram ərəfəsində Ağdam şəhərində daimi yaşamağa gedirik inşallah. Allah Teala Cənab Prezidentimizi xanımı ilə birlikdə həmişə uca etsin, ömrünü uzun eləsin, canları sağlam eləsin. Xalqımızın üstündən əski eləməsin onları, ordumuzu Allah dəyməsin, şəhidlərimizi Allah rəhmət eləsin, qazilərimiz, veteranlarımızın canı sağ olsun. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Ağdama qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş sənaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, İsa Məmmədov, Real.